Həmçinin belə bir sual verilir ki, 2-ci Göytürk hökmdarı Bilgə xaqanın fəaliyyəti dövrünə aid olanları seçin. Çin üzərinə uğurlu işlər etmişdir, doğrudur. Mərkəzi Asiyada 26 türk tayfalarını dövlətə birləşdirib 26 tayfana birləşdirib, doğrudur. Ölkənin qərb vilayətini İstəmir xan rəhbərlik edir. Bu 1-ci Göytürkə aiddir, yanlışdır. Bizansla diplomatik əlaqələr isə 1-ci Göytürk dövləti saxlamışdır. Bu da yanlışdır. Deməli, burada 1 ilə 2 uyğun cavab oldu. 57-ci sualda Yusuf ibn Əbu Saad Əli ləşkəri Mərzban Məhəmmədə aid olan uyğunluğu göstərir. Burada bunları uyğunlaşdırmaq lazımdır. Azərbaycanın şimalında yeni dövlətin əsasını qoyub. Burada Əli ləşkəridir, Şəddadilər dövlətidir. A 2-yə gedəcək. Xəlifənin göndərdiyi ordunu məğlub edən Yusuf ibn Əbu Saaddır. Xəzər dənizi ticarət gəmiləri üzülməyə başlaması Mərzban Məhəmmədə aiddir. Türk mənşəli Kəngərli soyundan məxsus olması Mərzban Məhəmmədə aiddir. Reyşəni Samanilərdən alıb Sacirlərə aiddir. Deməli, 1-də B-Y, 2-də A, 3-də C-D olacaq. Diqqətiniz üçün təşəkkür edirik.